Hər kəs salam. Kakuradan belə bir suala baxaq. Burada deməli birinci sualı analiz edirəm. Hara necə baxsam rahat olar. Mən məsələn 17-dən başlasam elə bilirəm daha rahat olar. Çünki 17-ni almaq üçün ancaq 8 və 9-un cəmindən alırıq. İndi böyük hissəyə böyük rəqəm, kiçik hissəyə də kiçik rəqəm qoyacağam. Yəni bura 9, bura 8 qoyacağam. Çünki bu hissədə 15 var. 9-u qoysam 15 almaq daha rahat olur. Hələ yoxlayıram, alınmasa dəyişəcəm. İndi 13 rahat ala bilərəm. 13 almaq üçün nə edirəm? 8-in üstünə neçə gələndə 13 edir? 5 gələndə. Bir də ümumi şəkildə yenə Kakuradan belə yada salın. Biz bilirik ki, Kakurada 1-dən 9-a kimi rəqəmlərdən istifadə edirik. Yadınızda qalsın. Bir dəqiqə bura alınmadı. Burada 5 yazıram. Kakurada 1-dən 9-a kimi rəqəmlər qoyuruq. 0 qoya bilmərik. Bir də həm sətirlər üzrə, həm də sütunlar üzrə hər rəqəmdən 1-dən olmalıdır. Fərqli yerlərdə ola bilər eyni rəqəm, amma eyni sətirdə və sütunda ola bilməz. İndi keçirik sualımızın davamına. Bu hissədə gördünüz, üçbucağın içində yazılanlar ədədlər bizim cavablarımızdır. 10-cu almaq üçün 5-dən 8-i topladıq. 17-ni almaq üçün də 9-dan 8-i topladıq. İndi baxırıq ki, onu almaq istəyirik. Onu almaq üçün nə edə bilərəm? 5 yazılıbdır, uca bura 5 qoya bilərəm. Burada 5 qoyanda biz bilirik ki, sətir və sütun üzrə hər rəqəmdən 1-dən olmalıdır. Eyni ola bilməz. Ona görə deməli dala qaydırıq 8-dən 9-un yerini dəyişirik. Bura 8, bura 9 qoyuram. Onda 13 almaq üçün bura 4 qoyuram, artıq 10 almaq üçün bura 6 qoyuram və düzgün aldıq. İndi 15 almaq istəyirəm. 15 almaq üçün artıq 6 ilə 8 var. 6 ilə 8 toplayın 14 eləyir. Burada avtomatik 1 düşür 15 olmaq üçün. İndi 4 almaq istəyirəm. 4 almaq üçün 1-imiz var. Deməli 1-in üstü 3 gələndə 4 eləyir. Burada düzgün olduğu və burada sual işarəsinin yerində 4 almaq üçün artıq orada 3 olduğuna görə biz buradakı 1-i gəlirik sualın yerinə. Cavabı elə dəqiq bilmirik, mütləq işləməliyik sonra. Bir də bunu deyim ki, məsələn burada baxın altında 10-da var. Bu onun o 4-ə aidiyyatı yoxdur. Onun sadəcə cavabdır. Yəni üçbucağın içində olan bütün rəqəmlər cavabdır. Onun bizim yəni kvadratların içindəki ədədlərin aidiyyatı yoxdur. Bu belə getdi. İndi məsələn bu 4-ü almalıyam. Yenə 3 ilə 2 qoya bilmərik. 3 ilə 1 qoyuram. Bura 6-ya 1 qoyuram. Bura 3 qoyuram ki, həmişə böyük ədədlərə çalışıb böyük rəqəmlər qoyuram. İndi 6-nı almaq üçün bura 5 qoyuram, 9 almaq üçün bura 4 qoyuram və yoxlayıram ki, burada 8 alınır, 3, 4, 1. Həqiqətən toplayanda 8 alınır. İndi biz cavabımızdan əminik ki, sualımızın yerində olur 1. Olur cavab A variantı.